İbranilərə məktub 11-ci fəsil. İman qəhrəmanları. İman ümid eləyənlərə etibar eləmək, görünməyən şeylərə əmin olmaqdır. Əcdadlarımız imanları üçün müsbət şəhadət aldılar. İman vasitəsilə dərk eləyirik ki, kainat Allahın kəlamı ilə yarandı. Beləcə də görünən şeylər görünməyənlərdən törədi. İman vasitəsilə Habil Allaha Qabildən daha yaxşı bir qurban təqdim elədi. Bunun vasitəsilə salih olduğu təsdiq edildi. Çünki Allah onun təqdimləri barədə şəhadət elədi. Habil ölmüş olduğu halda iman vasitəsilə hələ də danışır. Xanok ölümü görməsin deyə iman vasitəsilə dünyadan götürüldü. Onu tapa bilmədilər. Çünki Allah onu dünyadan götürmüşdü. Götürülməzdən əvvəl o şəhadət almışdı ki, Allahı razı salıb. İman olmadan Allahı razı salmaq qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, o var və onu axtaranlara mükafat verir. Nuh hələ gözə görünməyən şeylər barəsində edilən xəbərdarlığa iman vasitəsilə ciddi yanaşaraq, öz ev əhlinin xilası üçün gəmi düzəltdi. O, iman vasitəsilə dünyanı məhkum elədi və imana görə olan salihliyi irs olaraq aldı. İbrahim çağırılanda iman vasitəsilə itayətli olub irs alacağı torpağa getdi. O, hara getdiyini bilməyərək yola çıxdı. İman vasitəsilə vəd edilmiş ölkədə bir qərib kimi məskunlaşdı. O, eyni vədin həmvarisləri olan İsaq və Yaqubla birlikdə çadırlarda yaşadı. Çünki İbrahim memarı və banisi Allah olan bünövrəli şəhəri gözləyirdi. Sara özü sonsuz və yaşı ötmüş olduğu halda, iman vasitəsilə nəsil yaratmaq üçün güc aldı. Çünki vəd edəni sadiq saydı. Buna görə də bir kişidən, artıq ölüdən fərqlənməyən birindən sadəcə göydəki ulduzlar qədər, dəniz kənarındakı qum kimi saysız hesabsız nəsil törədi. Bunların hamısı imanlı olaraq öldü. Vəd edilən şeylərə nail olmadılar. Amma bunları uzaqdan görüb salamladılar və özlərinin yer üzündə yad və qərib olduqlarını iqrar elədilər. Axı belə sözləri deyənlər bir vətən axtardıqlarını göstərirlər. Əgər onlar çıxdıqları ölkə barəsində düşünsəydilər, qayıtmağa imkanları olardı. Amma əslində onlar daha yaxşı bir ölkəni, yəni səmavi vətəni arzu eləyirdilər. Buna görə Allah özünü onların Allahı adlandırmaqdan utanmır, çünki o onlar üçün şəhər hazırlamışdı. İbrahim sınağa çəkildiyi vaxt iman vasitəsilə İshaqı qurban olaraq təqdim elədi. Vədlərə nail olmuş İbrahim bircə oğlunu qurban vermək niyyətində idi. Halbuki ona İshaqdan törəyənlər sənin nəslin adlanacaq deyilmişdi. O, Allahı onu ölülər arasından diriltməyə qadir saydı. Buna görə də məcazi mənada İshaqı ölümdən geri aldı. İman vasitəsilə İshaq gələcək hadisələrlə əlaqədar Yaquba və Esava xeyir-dua verdi. Yaqub ölərkən Yusifin hər iki oğluna iman vasitəsilə xeyir-dua verdi və öz dəyənəyinin başına söykənib Allaha səcdə elədi. Yusif də ölərkən İsrail övladlarının Misirdən çıxacaqları haqqında iman vasitəsilə söz söyləyərək öz sümükləri barəsində əmr verdi. Musa doğulanda anası və atası iman vasitəsilə onu 3 ay gizlətdilər. Belə ki, onlar uşağın gözəl olduğunu görüb padşahın fərmanından qorxmadılar. Musa böyüyəndən sonra Firon qızının oğlu adlanmaqdan iman vasitəsilə imtina elədi. Günahda müvəqqəti zövq almaqdansa, Allahın xalqı ilə birlikdə əzab çəkməyi üstün tutdu. Məsih naminə çəkdiyi təhqiri Misir xəzinələrindən daha böyük var dövlət saydı. Çünki gözünü alacağı mükafata dikmişdi. İman vasitəsilə padşahın qəzəbindən qorxmayıb Misirdən çıxdı. Çünki o, gözə görünməyəni sanki görmüş kimi möhkəm dayandı. İman vasitəsilə Musa Pasxa qurbanının kəsilməsini və onun qanının çilənməsini həyata keçirtdi ki, ilk doğulanları öldürən məhvedici mələk İsraillərə toxunmasın. İman vasitəsilə İsraillər Qırmızı dənizi qurudan keçən kimi keçdilər. Misirlilər də bunu eləməyə cəhd elədilər, amma boğuldular.
İman vasitəsilə İsraillilər 7 gün Yerixonun ətrafında gəzdikdən sonra onun divarları yıxıldı. İman vasitəsilə fahişə Raxav casusları dostcasına qarşıladığı üçün itayətli olmayanlarla birgə həlak olmadı. Daha nə deyə bilərəm? Gideon, Barak, Şimşon, İftah, Davud, Şamuel və başqa peyğəmbərlər barəsində danışsam, vaxtımız çatmaz. İman vasitəsilə onlar padşahlıqları məğlub elədilər, ədaləti icra elədilər, vədlərə nail oldular, aslanların ağızlarını bağladılar, şiddətli alovu söndürdülər, qılıncın ağzından qaçdılar, zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadelilərin ordularını qovdular. Qadınlar öz ölülərini dirilmiş geri aldılar. Bəziləri işgəncə çəkəndə qurtulmaqdan imtina elədilər ki, dirilib daha yaxşı həyata nail olsunlar. Digərləri də təhqir olunub döyüldülər. Habelə zəncirlərə və həbslərə məruz qaldılar. Onlar daşqalaq edildilər, mişarlanıb bölündülər, qılıncdan keçirilib öldürüldülər. Bəziləri isə qoyun dərisinə və keçi gönünə bürünərək gəzib dolaşdılar. Yoxsulluğa, əzab-əziyyətə məruz qaldılar. Dünya onlara layiq deyildi. Onlar səhralarda, dağlarda, mağaralarda və yeraltı oyuqlarda dolaşıb gəzdilər. Onların hamısı iman vasitəsilə müsbət şəhadət aldı, amma vəd edilənə nail olmadı. Çünki Allah bizim üçün daha yaxşı şey hazırlamışdı ki, onlar bizsiz kamilliyə çatmasın.